Salam. 5-ci il Namazov qiymətləndirmə test tapşırığından mürəkkəb fiqurların sahəsinə aid test tapşırığına baxaq. Birinci tapşırıqda verilmiş fiqurun sahəsini tapın deyir. Bunun üçün ilk öncə fiqurları bölürük, sahəsini tapırıq. Bu gördüyümüz düz uzaqlıdır. Yəni düz uzaqlı sürək. Deməli, ilk öncə burada düz uzaqlının sahəsini tapırıq. 8-i vururuq 5-ə. Burada diqqətli olun, 12-ni götürməyin. 12 ümumi uzunluqda AD-dir, ona görə olmaz. Düz uzaqlı üç uzağın sahəsi burada katetin biri 5-dir. Bunu isə 12-dən 8-in çıxıb tapa bilərik. Digəri isə 4-dür. O zaman 4-ü 5-ə vurub 2-yə bölürük. 10. Ümumi sahəsi isə 40 ilə 50-ni toplayırıq. Növbəti tapşırıq fiqurun deməli gördüyü kimi burada fiqurlara ayrılıb və fiqurun sahəsini istəyir. Bu birinci fiqur, bu 2, bu 3. Hər bir fiquru tapıb fiqurların deməli sahəsini tapmalıyıq. İlk öncə birinci fiqur kvadrat olduğuna görə kvadratın sahəsi bilirik ki 4 vurulsun 4, yəni 16 santimetrin kvadratıdır. İkinci olaraq düz uzaqlıdır. 8 vurulsun 4'dür. 4 də buna görədir. Bu hissə 4'dür. Burada 4'ü burada görürük. Bu hissəni də görürük. Deməli 4'dür. Deməli bunu yazırdım. 32. Üçüncü olaraq düz uzaqlı üç uzağı yazıram. 4 vur 4 böl 2. Bu elədir 8. İndi isə bunu toplayırıq. 16, 32 və 8. Bu da elədir 56. B variantı. Növbəti yaşlı rəngli fiqurun sahəsi verilib. 91 kvadrat santimetrdə verilənlərə əsasən x-in qiymətini istəyir. Bunun üçün yenə burada fiqurları bölürük. Gördüyün kimi birinci nədir? Kvadratdır. Kvadratın sahəsi 64 santimetrin kvadratıdır. Daha sonra bu yaşlı rəngli fiqurun sahəsi verildiyinə görə 91-dən kvadratın sahəsini çıxıb burada düz uzaqlının sahəsini tapmış oluruq və onun da köməkliyi ilə biz x-i tapa bilərik. Beləliklə bunu x da yaza bilərik. xb. X qalsın yerində, uzunluğu isə bura 9-dur. Niyə görə? Bu isə 17-dirsə 8-i çıxırıq, bu da qalır 9. Bərabərdir, bayaq da tapmışdıq 27. X da bərabərdir 27-ni 9-a bölüb x-i tapa bilərik. Növbəti sual. Fiqur sadə fiqurlara yenə ayrılıb. Burada görürük 1, 2, 3, 4 dənə fiqurdur. Birincidə görürük ki uzunluğu 14'dür, eni 3'dür. Yəni 19 vurulsun 3. Bundan 2 dənə olduğuna görə bir də təkrar yazmaq istəmirəm. Belə yaza bilərəm. Sonra bu 1 və 2'dir. Üçüncü burada hansı fiqurdur? Burada görürük ki 6 ilə 3 kiçik düz uzaqlıdır. Belə deyək. 6 vurulsun 3 bərabərdir 18. Növbəti burada görürük düz uzaqlı 3 uzaq var. Katetin biri 3'dür. Uzunluğu da yenə də 19 götürürük. Çünki burada 19'dur, ona görə 19 götürə bilərik. Deməli 4-cü sayədir bu. Deməli 3 vur 19 böl 2. Bu da 57 böl 2. Bu da eləyir 28 onda 5. Daha sonra da bunları toplayırıq.
57. İstəyirsiniz təzədən 50 yazın, istəyirsiniz 114 yazın, necə istəyirsiniz. Deməli 18 üstə gələ 28 onda 5. Bu da eləyir 160,5 D variantı. Növbəti. Yenə də burada fiqurlar verilib. Bu verilən fiqur, baxın burada 15-15 verilib. Deməli bu hissə 30'dur. Düz uzaqlı üst uzaqda verilib. Katetin biri 6'dır. Digəri isə 15'dir. Burada da eyni ilə bu hissə 15'dir. Digəri isə 6'dır. Burada 18'dən 6'ını çıxaq. Bu hissə də 12'dir. Hesablayaq. Düz uzaqlı üst uzağın sayısı 15 vurulsun 6 bölünsün 2'dir. Belədir 45. Burada da yenə olduğu kimi eynidir. 45 edir. Düz uzaqlığın isə sahəsi 30'u 12'ye vururuq. Daha sonra ümumilikdə tapdığımızı toplayırıq. Belədir 450. Növbəti. Bu fiquru hesablamaq üçün ayrı-ayrı sahələri hesablayıb toplaya bilərik. Buradakı fiqura görə ən rahat yolunu da deyə bilərəm ki, bunları birləşdiririk. Bir düz uzaqlı yaradıb ilk hesabımızı aparırıq. Deməli bu elədir 280. 280. Daha sonra burada gördüyümüz burada kvadratları var. 4 tane kvadrat var. 1, 2, 3, 4. Hər birində sahəsi eynidir. Ona görə də birinin sahəsini tapırıq. 4'ün kvadratı neçə eləyir? 16. 4 tane olduğuna görə də 4'ə vuraq. 64. 280 ümumi böyük düz uzaqlıdır. Ona görə də 280'dən kvadratların sahələri cəmini çıxıb verilən fiqurun sahəsini tapa bilərik. B variantı. Növbəti verilmiş fiqurun sahəsini yenə istəyir. Bunun üçün ən rahat yollardan biri deməli düz uzaqlıya tamamlama yoludur. Bunun üçün biz 30'dan 18'ini çıxıb bura katetin birini tapırıq. Burada da 18 yazılıb, biraz görünmür. 18'dən də 12'ni çıxıb digər kateti tapa bilərik. Artıq hazırda biz sahəsini hesablaya bilərik. Deməli burada 30'dur. 30'u vururuq. Bax bu 18'ə eyninə. 30'u vurub 18'ə tapırıq düz uzaqlığının sahəsini. Daha sonra burada kiçik gördüyümüz düz uzaqlı üçbucaq var. 6 vur 12 onun sahəsini hesablayırıq. 36. 540'dan da 36'nı çıxırıq. 504 santimetrin kvadratı. Verilmiş fiqurun sahəsini yenə deyir tapın. Burada gördüyümüz kimi yenə də 1, 2, 3 dənə fiqur var. Yenə də bunu biz ayrı-ayrı hesablaya bilərik. 22 ilə 4 burada hazır var. 6 burada 6 ilə 4'ü çıxsaq bura 14. Daha doğrusu burada yəni bura demək istəyirəm. 6 ilə 14. Sonra burada 3-cü düz uzaqlı üçbucağın sahəsində hesablaya bilərik. 12, 22, bura 8, burada 8 hesablayırıq. İndi belə yazırıq. Deməli, ilk öncə böyüyü tapırıq. 22 vur 4 bərabərdir 88. Sonra ikinci düz uzaqlığını tapırıq. 6'nı 14'ə vururuq. Burada qarışıqlıq olmasın deyə mən silim bunu. 6'nı da 14'ə vururuq. Bu elədir 84 santimetrin kvadratı. Deməli, burada bayaq gördüyünüz kimi burada 14 idi. 14'dən 6'nı çıxırdıq da bilirsiniz. Burası 8'dir.
Sonra da düz uzaqlı düzağın sahəsini tapanda yenə də 8-i 8-ə vurub bölürük 2-yə. Bu elədi 32. Demək 88, 84, 32 bunları toplayırıq. 88, 84, 32. Bu da elədi 204. Növbəti. Burada 2 kvadrat verilib və daxilinə çəkilmiş düz uzaq verilib. Rəngli düz uzağın sahəsini istəyir. Burada rənglini yaxşı verməyib, yəni düzgün verməyib. Bunun üçün biz düz uzaqlı üç uzaq versəydi daha məqsədə uyğun olardı. Bunu tapmaq daha rahat olardı. Bu hesaplamaq olmur belə olanda. İndi bunu tapmaq olar. Belə deyək. Belə bu cür olsaydı, belə deyək. O zaman düşünün ki, bu düz uzaqlıdır. Bu 12'dir. Deməli, bunun bir kateti 20'dir. Bir kateti də 12'dir. 12'ni 20'yə vurub böləri 2'yə. Onlar 120 santimetrin kvadratı. Sonuncu tapşırıq verilmiş, deməli, figur kvadratdır bu. Bu da düz uzaqlı üç bucaqdır. Hər birinin sahəsini aralıqda tapıb toplamalıyıq. Məsələn, birincini işləyək. A-nı 12 verib, B-ni də 16 verib bura. Bura 16 veribsə, deməli, bunun hər tərəfi 16'dır. Deməli, kvadratın sahəsi 16'nın kvadratıdır. 16'nın da kvadratı 256'dır. Bunun isə sahəsini tapa bilərəm. 16 vur 12 böl 2 6 96. 96 ilə də 256'nı toplayanda bu eləyir 352. Amma 352 burada olmadığına görə yalnız bu cür yazmaq olar. Növbəti ikinci hissəsinə baxırıq. Yenə eyni ilə A-nı, B-ni, yəni qiymətləri yerinə qoyub sahələri hesablayırıq. Daha sonra da toplayırıq. Deməli, burada A 10'dur. 10'dur. B isə 14'dür. Bura 14 isə deməli, hər tərəf 14'dür. 14'ün kvadratı 196'dir. Düz uzaqlığının sahəsini isə 14 vurulsun 10 böl 2. Bu elədi 70. 196 ilə də 70'i toplayıram. 266. Burada da B variantı uyğundur. Növbəti hissə 3-cü hissədir. Yenə də hər birinin A'sı və B'si verilib. Yenə olduğu kimi digərlərini necə işlədiksə yerinə qoyub hesablayırıq. Deməli, birincidə A'sı nədir? 9. Bura 9'dur. B'si isə 12'dir. 12 isə hər tərəf 12'dir. Sahə 12'nin kvadratı 144 edir. Düz uzaqlı üç uzaqda isə 12'ni 9'a vurub bölürük 2'yə. 9'un 54. Sonra 144'ü buradan yazım. 144 ilə də 54'ü toplayaq. 198 A variantı. Bu qədər. Qəşəng yazaq. 198 A variantı. Bu qədər.